Salam dostlar, az öncə yoldaşımla baş vermiş bir söhbətlə sizinlə bölüşmək istəyirəm. Mənə dedi ki, bəs resept axtarıram, smoothie resepti falan kimi bir yaxşı, bir tutumlu, xoşuma gələn bir şey. Kimin hansı yəni çox yağlı olmasın, hansı yəni ağır olmasın filan ləpədən sonra bir ağırlıq hiss edirəm və s. Mənsə bunu belə cavabladım ki, bəs bunlar hamısı, xüsusilə də biz istifadə etdiyimiz məhsullar təbiətin, dünyanın, Allahın bizə verdikləri qida üçün nemətdir. Və əslində onlarda bir problem axtarmağa dəyməz. İnanın dəyməz. Bu illər ərzində bu mövzunu o qədər dibinə getmişəm ki, araşdıraraq. Görmüşəm ki, həqiqətən də məsələ çox vaxt heç məhsullarda deyil. Əksinə və daha çox insanın buna yanaşmağındadır. Buna göstərdiyi bir reaksiyadadır. Və onlar sanki bir dolayı yolla hansısa bir məsələlərə gətirib çıxardırlar daha çox. Yəni aşırı istifadə etdikdə, balanssız şəkildə alma-vermə balansını pozduqda, mən dedim ki, hərənin bir qabı var, bir ölçüsü var. Məsələn, də kalori baxımından bunu ortaq dəyər 2000 deyirlər, 2000 kalori. Kimdəsə biraz azdır, kimdəsə məsələn fiziki aktivliklə məşğul olanlarda bu biraz daha çoxdur. Yəni bir qabı var, hansı ona bəs eləyir və ən önəmlisi də bu qabı qaydasında saxlamaqdır. Yəni balanslı şəkildə saxlamaqdır. Əgər sən həddindən artıq çox alırsansa, amma az istifadə edirsənsə, əlbəttə bu hardasa bir şişkinliyə gətirib çıxardacaq, hardasa bir köklüyə, piylənməyə gətirib çıxardacaq və s. və məhsuldan o qədər də çox asılı deyil. Məsələn də sən bir boş qab nəsə ye, o sənə bir tutumluq versin və yaxud da tutam ki 2 kilo hansısa bir meyvəni ye, həmən bir nəticəni gətirib çıxardacaq. Düzdür, ola bilər ki, bu birisi daha sağlıqlı ola, amma bu birisini də həm daha çox yeməlisənsən, həm də onun da hansısa bir geri dönüşləri ola bilər, mənfi bir geri dönüşləri ola bilər həmçinin də. Yəni sözümün canı ondadır ki, və belə bir misal gətirdim. Ki, bax məsələn də təsəvvür elə, sənin bir iş yoldaşın var, Fıstıq adında. Hansından sənin o qədər də xoşun gəlmir, hansının yəni sənə uyğun deyil də, belə deyim də, hansısa bir səviyyəsiz söhbətlər eləyir, nə bilim bir danışıqları falan var və o sənin iş yoldaşındır və sənin iki seçimin var. Ya hər gün o iş yoldaşınla mübahisə edəsən, dava qırğın, yəni ona belə bir reaksiyanı göstərəsən, yəni bu sanki bundan istifadə eləməkdir də, yəni sanki bu məhsuldan istifadə eləmək kimi bir şeylə gətirir. Ya və yaxud da işə ümumiyyətlə getməyəsən, çıxasan o işdən ki, yəni yox, mən belə bir adamla işləmək istəmirəm, eyni kollektivdə. Yəni yenə də nədənsə qalasan, bunu bir aclıq adlandıraq. Yəni bu bir tərəfdə, ya da qızıl bir ortanı tapmalısan, balansı. Yəni bəli, burada bu kollektivdə belə bir insan da var. Bununla işləyirəm, sərhədimi qoruyuram, yəni ona nəsə volə vermirəm, ona yəni də belə iş qaydalarına riayət edərək hansısa bir dil tapırıq, bir yola gedirik və salam, bu qədər. Yəni mən demirəm ki, işdən sonra da birlikdə görüşməliyik, oturub durmalıyıq. Yəni balansı belə tutaq da bundan. Və məsələ nədədir? Məsələ fıstıqdadır. Elə fıstıqlar doludur, yəni ətrafımızda. Məsələ sənin ona göstərdiyin reaksiyadadır. İnanın mənə müxtəlif bir sahələrlə bağlı o qədər bir kurslar, treninqlər, kitablar falan oxumuşam. Hər şey gəlib insanın özünə, hətta qidalanma ilə belə, hətta maddiyyatla belə, münasibətlərlə belə fərqi yoxdur. Mənəviyyatla belə hər şey gəlib özünə dirənir. Özünün reaksiyasına. Yəni əgər sənin üçün məsələn də ət məhsulları zərərlidirsə, sən onu yedikdə zərər görəcəksən. Əgər sən çiyələkdən qorxursansa, sən onu yedikdə zərər görəcəksən. Yəni dərmanlıdır deyəcəklər, sezonu deyil deyəcəklər, amma halbuki baxırsan çiyələk nədir? İnsanlar zəhəri litrlə içir,
heç belə bir şey olmur. Niyə? Çünki reaksiyaları fərqlidir, yanaşmaları fərqlidir. Onlar elə bilirlər ki, spirt onları müalicə eləyir. Və həqiqətən də görürsən ki, insan spirtli içki içir, sonra deyir ki, boğazımın ağrısı kəsdi. Yəni bu qədər, bu dərəcədə insan yəni həqiqətən də güclüdür. Şuuru güclüdür, belə deyək də, belə proqramlaya bilir özünü. Əlbəttə zərərini görürük. Çünki biokimyəvi bir təsiri var istər-istəməz və özünə uyğun olmayan bir məhsullarında özünə uyğun olmayan bir nəticələr gətirib çıxardır. Sadəcə demək istədiyim bundan çox ağrı çəkməkdən gedir də. Yəni balanslı şəkildə istifadə edəndə və reaksiyan mənfi olmayanda ona qarşı ki, yəni başa düşürsüz, məsələn də insan biri var siqaret çəkir və bundan vicdan əzabı da hələ çəkmir üstəlik. Yəni normal şəkildə çəkir özü üçün. Bir də var insan siqaret çəkir, pakovkanın üstündə yazıbdı ki, bu sənə zərərlidir. Digər tərəfdən də evdə hər gün, nə bilim, həyat yoldaşı başına tava vuraraq bunu söyləyir və xatırladır. Və insan siqaret çəkməklə birlikdə də özünü günahkar hiss eləyir. Mən bundan danışıram. Ona görə də məsələnin çözümünü məhsullarda axtarmayın ki, mən elə ancaq məhsulları dəyişəcəm və hər şey bomba kimi olacaq. Xeyr, bu bir qaçışdır. Yəni sanki sən işdən qaçdın və nədənsə qaldın da. Yəni məsələ başqa bir yerdə də yenə fıstıq olmur, nə bilim, qoz çıxacaq qarşına, fındıq çıxacaq qarşına ki, yəni yenə də səndə bir reaksiya oyada bilər, bir piylənməyə gətirə bilər və s. billahi. Yəni insanlar öz qidasını dəyişəndə və yaxud da vərdişlərini dəyişəndə məsələ orasındadır ki, həm özlərini proqramlayırlar, həm də buna məqsədli şəkildə yanaşırlar da. Yəni ki, məsələ tək məhsulda olmur. Məsələ bunu balanslı şəkildə bundan istifadə etməkdə olur. Yəni mən bu mövzunu həm nutrisiologiya tərəfindən izah eləyə bilərəm, həm biokimiya tərəfindən izah eləyə bilərəm, həm mənəviyyat tərəfindən izah eləyə bilərəm. Lazım gəlsə, bax belə bir misallar gətirərək belə izahını gətirə bilərəm ki, psixoloji baxımından da ki, yəni hər tərəfli hər şey gəlib insanın özünə dirənir. Bəli, lazımdır fiziki aktivlik, bəli, lazımdır hansısa bir vərdişlərini əvəz eləmək. Amma mübarizə apararaq bu baş vermir və yaxud da qaçaraq, gizlədərək bu baş vermir. Hər hansı məhsul olsun, yəni sənin yanaşmandadır buna. Bax belə, bu qədər. Təşəkkür edirəm bu videonu izlədiyiniz üçün. Ümid edirəm o sizə faydalı olacaq. Sağ olun, salamat qalasınız. Özünüzə yaxşı baxın.